Azərbaycan xalqı Azərbaycan müxalifətinin ətrafında birləşə bilmir və ya birləşmir uzun illərdir. Səbəb? Çünki avtoritar rejimlərdə real müxalifət olmur. Saxta kukla müxalifət olur Azərbaycandakı kimi. Əslində iqtidarın aktyoru olan, amma özünü müxalif kimi qələmə verən Azərbaycanda siyasi liderlərin əksəriyyəti uzun illər Azərbaycan xalqının etiraz etmə, mübarizə aparma əzmini öldürdü. Məqsədləri oydu zaten. 3-4 milyon əhalisi olan o boyda Bakı şəhərində sadəcə 2-3 min insanı məhsul meydanına yığıb, şəkillərini çəkib işdən qovduran, polisin dubunkası ilə döydürən Azərbaycan müxalifəti Azərbaycan xalqına göstərdi ki, etiraz etmək mənasız bir şeydir. Etirazla heç nə əldə olunmur. Və bunu uzun illər təkrar eləyərək Azərbaycan xalqının mübarizə əzmini qırdı. Başa saldı ki, etiraz eləməklə, küçədə qışqırmaqla heç nə olmur. Sadəcə polis dubunkası yeyirsən. Bu, Azərbaycan müxalifətinin qəsdən və bilərək Azərbaycan xalqının şuur altına yerləşdirdiyi bir ideologiya idi ki, bu iqtidara qarşı mübarizə aparmaq mənasızdır. Ona görə də İlham Əliyev dəfələrlə çıxışlarında deyirdi ki, Azərbaycanda söz azadlığı var, sərbəst toplaşma azadlığı var. Baxın, müxalifət etiraz eləyir, küçələrə düşür, amma müxalifəti dəstəkləyən xalq yoxdur. Dəfələrlə çıxışlarında deyirdi bunu. Yəni, müxalifət adlandırılan kukla trollar əslində İlham Əliyevin əlinə kozur verirdi. İlham Əliyevin əlinə su tökürdülər. Onların İlham Əliyevin və Azərbaycan iqtidarının planlarını icra edirdilər. Sonra nə baş verdi? Mitinglər yığışıldı və etiraz keçdi sosial mediaya. Facebookda, Adnoklassnikdə və digər sosial platformalarda başladılar güya troll müxalifətçiləri mübarizə aparmaq. İlham Əliyevi tənqid eləyirsən, İlham Əliyevin trolları gəlir mədəni şəkildə, İlham Əliyev Azərbaycan prezidentidir, yaşasın prezidentimiz falan. Baxırsan ki, trolldur, amma mədəni trolldur. Amma elə ki sual verirsən, Əli Kərimli haqqındakı 35 ildir bu insan nə ilə dolanır? Əli Kərimlinin trolları gəlir söyüş. Var yox, ana bacı, ağız, qadın demir, uşaq demir, söyüşün biri bir köpük. Niyə? Elə bilirsiniz bu boşunadır bəyəm? Yox, Azərbaycan müxalifət, dırnaq arasında Azərbaycan müxalifəti əslində Azərbaycan xalqına göstərir ki, Azərbaycan müxalifəti tərbiyəsiz insanlardan, əxlaqsız insanlardan, savadsız insanlardan ibarətdir. Müxalifətə qoşulmayın. Birbaşa bunu sözlə deməsələr də davranışları ilə xalqa bu mesajı verirlər ki, baxın, iqtidar oğru olsa da, hakimiyyəti talasa da mədəni insanlardır. Söymür. Amma Azərbaycan müxalifətinə baxın, ağzına gələni danışan, söyüşün biri bir köpük, əxlaqı olmayan, tərbiyəsi olmayan insanlar Azərbaycan müxalifətində cəbhənin üzvləridir. Bu, düşünülmüş və planlanmış addımdır. Niyə bu cür düşüncədəyəm? Çünki son 20 ildə mən bir dəfə görmədim ki, Əli Kərimli çıxıb desin ki, ey AXCB üzvləri, bundan sonra nalayiq ifadələr işlədərsinizsə, söyüş söyərsinizsə, sosial mediada həmən insanlar AXCB üzvlüyündən ixrac olunacaq. Eşitmisiniz belə şey? Yox. Güya Əli Kərimli görmür, Əli Kərimli bilmir ki, AXCB üzvləri troll kimi daha söyüşün biri bir köpüydən, tərbiyəsizlik, əxlaqsızlığı yayır sosial mediada. Yenə deyirəm, onlarla video çəkdim, İlham Əliyevi tənqid eləyən, mən bir dəfə İlham Əliyevi tənqid elədiyimə görə söyüş eşitmədim, amma AXCB trollarından söyüş eşitdim. Niyə? Bu məni düşünməyə vadar edir ki, demək ki, bu düşünülmüş bir addımdır. Və Əli Kərimli də ətrafına elə insanlar yığır. Əqidəsiz, şərəfsiz, sorğulamayan, söyüş söyən, əxlaq normaları olmayan insanları illərdə canlı yayım açıram, illərdə ki. Məni söyən insanlara qarşı heç nə demirəm. Amma dünənləri 3 dənə trollun canlı yayımına girdim. Maska taxıb özünü müxalifətçi göstərən insanların canlı yayımına girdim. Ruslan məni çox yaxşı tanıyır. Söyüş söymək məcburiyyətində qaldım. Çünki başqa cür başa düşmürlər. Başqa cür başa düşmür. Və özümə sual verirəm ki, Elmi, illərdir, 5 ildir canlı yayım, yüzlərlə canlı yayıma pıtsırsan, səni söyən insanlara bu qədər səbirlə, təmkinlə cavab verirsən, nə oldu la dünənləri? Çünki o insanların qurğuna düşdüyüncə elədir. Başa nə əxlaq var, nə tərbiyə. Sual verirsən, səni təhqir edir. Sən kim olmuşsun, bu nədir? Sonra özümə sual verirəm ki, bu cür insanların mı ətrafında Azərbaycan xalqı birləşəcək? Yox.
Niyə bəs müxalif insanlar, müxalif liderlər bu cür insanları siyasi partiyaya alır və öz üzvləri eləyir və bu cür təbliğat aparır? Niyə? Demək ki, məqsəd yönlüdür. Demək ki, Azərbaycan xalqının etiraz etmə, mübarizə aparma əzmini öldürmək üçün hesablanmış bir addımdır. Yoxsa yəni Əli Kərimlinin niyə ətrafında savadlı, dəyərli, təhsilli, Avropada oxumuş, Avropada yaşayan, sözünü bilən, hərəkətini bilən insanlar birləşmir? Çünki deyir, dostuna bax, özünə qiymət ver. O insan necədirsə, ətrafına da o cür insanları yığır. Balıq başdan iylənər. Balıq başdan iylənər. Necə İlham Əliyevin özü, xarakteri necədirsə, ölkəni necə idarə edirsə, məmurları da elədir. Yaltaq, götə girən, iş verən, xalqı saya salmayan, yuxarıdan aşağı baxan öz xalqına, Əli Kərimli ətrafı da Əli Kərimliyə oxşuyur. Ona görə mən həm iqtidara, həm müxalifətə müxalifəm. Sadəcə fərqi ondadır ki, iqtidarı tənqid eləyirsən, gəlib İlham Əliyevi tərifləyirlər. Amma müxalifətə müxalif çıxırsan, müxalifəti tənqid eləyirsən, gəlib səni söyürlər, təhqir eləyirlər, alçaldırlar, aşağılayırlar, ağızlarına gələni deyirlər. Və bu, düşünülmüş, hesablanmış, planlanmış bir addımdır və ya strategiyadır. Məhz bu olaylardan sonra da Azərbaycanda müxalifət deyə bir şey yoxdur. Azərbaycanda özünü müxalifət adlandıran kuklalar var, aktyorlar var və ya müxalif trollar var. Vəssalam. Və onlar da Azərbaycan hakimiyyətinin dolayısıyla əlinə işləyən, onlara kozur verən Azərbaycan iqtidarına və Azərbaycan hakimiyyətinə dəstək olan, Azərbaycan hakimiyyətinin planlarını icra edən bir oyunculardır, aktyorlardır. Vəssalam. Elə məhz buna görə də uzun illərdir Azərbaycan xalqı Azərbaycan müxalifətinin ətrafında birləşmir və birləşməyəcək də. İndi səbəbini anladınızmı niyə? Məndən bu qədər.